Biri var idi, biri yox idi. Balaca Fatıma adlı çox şirin və ağıllı bir qız var idi. Onun ən sevimli oyuncağı doğulandan bəri yanında olan yumşaq, qırmızı və çiyələk şəklində olan yastığı idi. Bu yastıq Fatimənin ən yaxşı sirdaşı, ən yaxın dostu idi. Bir axşam Fatimə yuxuya getməyə hazırlaşarkən yastıq birdən parıldamağa başladı. Parıltı o qədər gözəl idi ki, taxt tamamilə işıqlandı. Fatimə gözlərini açdı və gördü ki, yastıq canlanıb. Kiçik, şirin çiyələk balasına çevrilmişdi. O yumşaq və şirin səslə dedi: "Fatimə, sənlə birlikdə sehirli bir səyahətə çıxmağa hazırsan? Bu gecə bizim üçün unudulmaz olacaq." Fatimə sevincək dedi: "Bəli, bəli, mən hazıram." Yastıq çiyələk balası Fatiməni yumşaq toxunuşla qucaqladı və bir anlıq onlar otağın divarından keçib parlaq işıqlar arasında çiyələk meşəsinə uçdular. Orada hər şey möcüzə kimi idi. Ağacların budaqları çiyələk qozaları ilə dolu idi. Çiyələk rəngində güllər hər yanda açmışdı. Hətta yerlər də yumşaq çiyələk görünüşündə xalılara oxşuyurdu. Fatimə sehirli meşədə oynayan bir neçə heyvanla tanış oldu. Bunlardan biri bal çiçəyi idi. Bal çiçəyi bal kimi parlaq və çox mehriban bir quş idi. Çiyələk pişiyi şirin, qırmızı tüklü bir pişik idi. Və digər dostu isə şirin qırmızı oldu. Şirin qırmızı meşənin ən ağıllı və zarafatcıl tısbağası idi. Hamı Fatiməyə xoş gəldin dedi və birlikdə meşənin gizli yerlərini kəşf etməyə başladılar. Birdən meşədə qəribə bir hadisə oldu. Çiyələk bitkilərinin yaxınlığında böyük, qara və səs-küylü bir böcək peyda oldu. Bu böcək toxumları yeyir, meşənin gözəlliyini pozurdu. Fatimə və dostları düşündülər: "Necə bu böcəyi dayandıra bilərlər?" Bal çiçəyi dedi: "Bizim gülüş sehrimiz var. Kim gülərsə böcək onu sevməz." Fatimə böyük bir zarafat elədi. Sonra çiyələk pişiyi və şirin qırmızı da gülməli hərəkətlər etdilər. Böcək isə gülməkdən qıpqırmızı oldu və qaçıb getdi. Macəradan sonra Fatimə yastığı ilə birlikdə evinə qayıtdı. Yastıq yenidən yumşaq çiyələk yastığına çevrildi və Fatimə rahatlıqla yuxuya getdi. O gündən sonra Fatimə bilir ki, ən çətin anlarda belə dostluq, zarafat və gülüş ən güclü sehirdir.